Aşağı ətrafın varikoz xəstəliyi ən çox qadınlarda rast gəlinir və vaxtında müraciət etmədikdə böyük problemləri gətirib çıxarır. Bu problemlərin ilk öncəsi qadınlarda estetik cəhətdən aşağı ətrafların çox pis görsənməsidir. Digər problemlərdən isə aşağı ətraflarda tromboflebitin, yəni ki, qızarmanın və yaxud da ki, xoraların əmələ gəlməsi və yaxud da ki, şikinin olmasıdır. Buna görə vaxtında müraciət etmək lazımdır. Bizim klinikaya müraciət etsəniz, biz sizin aşağı ətraflarınızı doppler edərik. Dopplerdən əlavə aşağı ətrafların dərin sistemdə nə problemi var, onları təyin edərik və ona uyğun olaraq və ya əməliyyat və yaxud da ki, müalicə təyin edərik sizə. Əgər aşağı ətrafda varikoz problemi varsa, aşağı ətrafda kəsik, tikiş və narkoz